Hörmətli izləyicilərim, bu başqa bir leveldir. Başqa bir villadır. Sizə çox keyfiyyətli, çox zövqlü, şəxsi bir mülk, şəxsi bir villa təqdim edirəm. Hardan başlayım və hardan qutarım özüm də bilmirəm. O qədər bunun özəlliyi var, saysam qutarılmaz. Ən əsas məsələdən başlayım. Bura Mərdəkanın ən bahalı ərazisidir. Hörmətli izləyicilərim, bu ərazinin alternativi yoxdur. Mərdəkanın gözəl bir yerində, 13 sot torpağın üzərində bu şah əsəri villa eksklüziv olaraq sizlərə təqdim edirəm. Villanın girən kimi, qapıdan girən kimi solda avtomobil qarajı, sağda sanitar qovşağı, mühafizənin evi, bura qış bağçası, yəni qış mətbəxi. Bu villada istər əşyalar olsun, istər təmir tikintidə olan materiallar olsun, hamısı bir markadır. Avropa. Burada ancaq Avropa var da, yəni bu villanın içində. Keçək mətbəxə, sizə içərisini təqdim edeyim. Qış bağçası. Stul, mebellər, elektronikalar, şomine, divan, kondisioner. Saysam, deyərsən ki, aytral. Elə burada bir 200 min pul yatır. Bəli, təkcə bu stol marka 10 min manat alıblar. Xırdaçılıq eləmək istəmirəm. Hörmətli izləyicilər, Allahım utanır. Gəlin real, özünüz baxanda görəcəksiniz ki, hansı modellər, hansı markalardır. Keçək villanın digər hissəsinə, yəni filtrli, çox fərqli hovuz zonası. Aşma, daşma, orada duş kabin yerləri və görürsünüz də, yəni hovuzun dizaynı əladır. Palmalar, yaşıllıq, bir dənə də operator kadr olaraq arxa fonu görsətsin sizə villanın giriş hissəsi. Bu arada bilmirəm, indi meyvə soyub yeyirsiniz, yoxsa çay içirsiniz, ya yemək yeyirsiniz. Saat 11-in yarısıdır, yəni ki artıq meyvə və kofenin vaxtıdır. Bəli, keçək yavaş-yavaş sizə villanın interyeri ilə tanış edeyim. Bu arada mangal zonasında bura salıblar, gözəl bir yerə. Veranda yerlənçək. Keçək villanın daxili interyerinə tanış olaq. Hörmətli izləyicilərim, 500 kvadratlıq villanın sizə plekanlarından təqdim edirəm. Elə bil ki, şadlıq evinin plekanıdır. Bildiyin şadlıq evi də bu villa. İsti poldur girəcək. Sizi çox zövqlü bir zal otağı ilə tanış edəcəm. Bir dənə duruşa baxın zalda. 2 hissədən ibarət. Əyləşmə hissəsi, nahar zonası, istirahət zonası. Yəni, burada dizilər nə qədər? Zövqə bayıldım. Bilirəm ki, bir dəqiqə hamımız deyir ki, nə gözəl evdir bu, nə gözəl evdir. Bəli, bu evdə kamera sistemi, ehtiyatda olan katerin sistemi, işıq sönəndə neydi onun adı? Generator sistemi, yəni hər şey var. Yüksək gərginlik faza xüsusi çəkilib. O qədər xırdalıqlar var ki, adam yormaq istəmirəm sizi. Bunu ancaq real pulla, behinə gələn izləyiciyə yəni göstərəcəm də. Sizə ümumi təsviri göstərirəm. Bura xanımların ən gözəl zonası, bəli, mətbəx zonası, elektronikalar, hamısı bir marka, gold, qara, adası, membran, ən yüksək kaliteli mebellər, kondisioner Mitsubishi'nin ekonomu, daha nə lazımdır?
keyfiyyət, zövq, yerləşməsi bir-birini tamamlayan bu villada yataq otaqlarını göstərmək istəyirəm sizə. Getdik. Birinci mərtəbədə olan zövqlü yataq otağını təqdim edirəm sizə. Daxilində hamam otağı da var. Həm də ütü otağı, geyim otağı, belə hər cürə. Otaqlarda yer laminatdır. Qalan hissələr, daş olan hissələr istif oldu. Burada bir dənə maraqlı bir dənə baza sistemi yaradıblar, dəyərli izləyicilər. Hamısı belə axıra kimi geyimlərdir. Bu hissə. Sağ tərəfi də görsədim. Sonra hamama baxarıq. Deməli, bura əhqabları qoymaq üçündür. Baza. Necə qəşəng ağılla fikirləşiblər də. Burada hamam otağıdır. Hər bir şey plan üzrə gedir bu evdə. Burada çamaşır otağı. Strali maşınlar, boy-boya yığılmış. Orada mebellər. Birinci mərtəbə lüks. İndi ikinci mərtəbəyə qalxaq, yataq otaqlarına birlikdə baxış keçirdək. Bəy gəlin kimi qalxırıq prekanlar operatorundan, dəyərli izləyicilər. İkinci mərtəbənin xolu və burada yataq otaqları var. Birinci hamam otağından zəhmət olmasa baxaq. Ondan sonra keçirik yataq otağına. Geniş bir hamam. Bir dənə o baxanda kafelər. Odur. Yəni, baxın kimi görürüz. Bir vanna. Çox qəşəng rəyləri var. Eca. Türkiyə ecasıdır. Santexniki. Burada da cevisdir. İndi bu yataq otaq, uşaq yataq otağından başlayaq. Belə gözəl, maraqlı bir otaq. Prenseslərin otağıdır bu. Çox oranı çəkmə, şəkillər var. Sonra sizə buranın işıqlarını yandırım. Gəlin, baxın. Prinseslərin hamam otağı. Balkona çıxışı var buradan. Bura digər maraqlı yataq otağı. Rəng tonları çox maraqlı. Halal da zövqü, sahibinin zövqü halaldır. Burada qardirobu, içində hamamı. Mən buradan çox xoşum gəldi. Bir dənə bu kadrı izləyicilərə görsət. Bax, budur, adama ləzzət edir. Abyon var da villada. Keçək digər yataq otağına. Burada da 2 yataq otağı var. Bura artıq bizim balaca qəhrəmanımızın yataq otağıdır. Gözə Batman, Superman. Daha burada bütün çizgi film aktyorları, qəhrəmanları var. Super bir otaqda. Allah bütün bağlıları qorusun. Onlara belə gözəl otaqlar qismət eləsin. Adam buraya açılıb baxanda. Gözəl bir şkaf da burada yığılıb. Hörmətli izləyicilərim, keçirik növbəti qəhrəmanımızın yataq otağına. Bu o demək ki, bu maşallah evin sahibi, Allah can sağ versin, uşaqlar çoxdur. Çox uşaqlar üçün də bu villa. Burada növbəti bir qəhrəmanın otağıdır. Bu da özünə məxsus. 100% PlayStation, hər şey ondan da Allah can sağlığı versin. Başqa nə qaldı? Özüm də çaşdım. Bir dənə pauza ver, operator. Görüm hara qaldı.
Kupçalıdır. Tam kupçası var. Qiyməti söyləyirəm. Valekardiniz adı qonun qabağımıza, dəyərli izləyicilər. 1 milyon 450 min manat qiymətdir bu villada. Endirim də cüzi eləyəcəm dedi. Komplo gördüyünüz bütün əşyalar içində verilir. Belə pis çıxmasın, 200 min təkcə mebellərinə verib sahibi. Keyfiyyət göz qabağındadır da, yəni keyfiyyətli malın da keyfiyyətli qiyməti olur, hörmətli izləyicilər. Eksklüziv evdir. Nömrə ilə əlaqə saxlayın. Baxmaq istəyən şəxslər qulluğunuzdayıq. Buyurun, gəlin. Sağ olun, gecəniz xeyrə qalsın.